Herkese salam. Bugün sizinlə birgə Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlaləsini görməyə gedirik. Şəlaləyə gedən yol çətin olduğuna görə biz öz maşınımızı saxlayıb xüsusi maşınla şəlaləyə getmək qərarına gəldik. Videoda maşının sallanmasından da hiss edə bilərsiniz ki, yol necə kələ-kötürlü idi. Düzdür, siz öz şəxsi maşınınızla da yolun bir hissəsinə qədər gedə bilərsiniz, hansı ki, çaydan sonrasını ayaqla getmək məcburiyyətindəsiniz. Bu xüsusi maşınlar isə piyada gedəcəyiniz məsafəni daha da qısaldır. Maşınla çayın içərisindən keçdik, bu mənim çox xoşuma gəldi. Bir yerdən sonra isə maşından düşüb piyada getmək məcburiyyətindəsiniz. Piyada yolu o qədər yaxşı olmasa da keçmək mümkündür. Az getdik, üz getdik, dərə təpə düz getdik və axır ki, o gözəl Mamırlı şəlaləsinə çatmağı bacardıq. Günəş işıqlarının altında par-par parıldayan su, qayalarının üzərini yaşıllığı ilə örtən Mamır şəlaləyə xüsusi gözəllik verirdi. Suyun səsini isə deməyə gərək yoxdur. Bundan əlavə, şəlalənin aşağı hissəsində isə bol sulu çay var, əməlli başlı sərinlədik. Bilirəm, Bakıda olanlar bu isti havada bu videonu görüb paxıllığımızı çəkəcəklər. Amma sizə deyim ki, su bumbuz idi. Bir neçə saniyədən çox ayağımı suda saxlamağa çətinlik çəkirdim. Şəlalədən qayıdarkən samovar çayı içməsək olmaz dedik və bu gözəlliyə qarşı samovar çayının dadına baxdıq. Təbii ki, bu gözəllikdən sizi məhrum edə bilməzdim. Ona görə buraları da çəkib sizə göstərirəm. Şəlalədən qayıdarkən yolun qırağında belə kiçik aksesuarlar da satırdılar. Təbii ki, biz də Qaxdan xatirə olsun deyə belə firuzəyi rəngdə təbii daşdan bir aksesuar aldıq. Şəlalədən qayıdarkən gözümüz maşındakı ballara sataşdı və öyrəndik ki, təbii təmiz baldır. Əlbəttə ki, almaya bilməzdik və 25 manat verərək balımızı da aldıq. İşlə əlaqədar Bakıya qayıtmaq məcburiyyətində olduğumuza görə nə yalan deyim, Qaxı tam ürəyimcə gəzə bilmədim. Çünki Qax çox gözəldir, görməli, gəzməli yerləri çox var. Ona görə də ümid edirəm ki, biz Qaxla bir daha görüşəcəyik.